Deməli, sin x 1-i harda alırdı? 1-i harda aldı sin x? Pi bölü 2 Mənfi 1-i harda alırdı? Kesin mənə deyin, sinus biz x nə soruşursa soruşsun, hansı aralıqda cavab verir? Mən ölçü, yox, aralıqda biz cavab verirdik. O mənfi 1-lə müsbət 1 aralığına soruşur. Siz də arka olaraq nə cavab verirdik? Mənfi bölçü ilə müsbət 1 bölçü aralığına cavab verirdik. İndi eyni şeyi kosinusa tətbiq edəcəyik. Kosinus x bərabərdir 1. Kosinus 1-i harda alırdı? Sıfırda. Bəli, 0-da 1 alırdı. 180'də. 180-də mən 1 alırdı. 90-dan 270-də də 0 alırdı. Düzünü? Cos x bərabərdir 1. 1-i harda alırdı dedi? Yarışıqlar. 0-da. Başqa harda alırdı? 360. 360 gəlməliyəm. Bir üstü 360 gəlməliyəm. Və yaxud 360 çıxmalıyam. O da 2 pika olacaq. Bəli, x bərabərdir 0 üstə gəl. Birini 0-da alır. 2 pik. O biri dəfə üzərinə 360-ların periodlarına ya gəlsə, ya çıxsaq. Dedikdə kada ya müsbət 1 də ola bilər, mənfi 1 də ola bilər. Toplaması çıxmasa buradadır. 0-ın üstünə gəlsək, K2'de de bir deməli, x bərabər oldu nəyə? 2 pika. Valla K2'de bir olabilir ha. K yox, tam Niye period 5'te 180'de olur? Aynen. Deməli, bura 1x idi, 1x bərabər yazdıq. 2x olsaydı, 2x X bərabərdir 1 pikaya 2 pikaya, x də bərabər. bərabərdir 2 bölürük pikaya. Eyni o birisi necə gedirdik? Burada da həmin qaydamla gedirdik. 2x soruşmasın, soruşsun sinus pi böl 2 üstə gəl 2x bərabərdir 1-ə. 90-da pi böl 2-yə görə ad dəyişir, sinus 2x, işarəyə də baxmırıq ha. Yoxsa 90 baş 2 seçəncürük, Onsuz da 2 onsuz da deyə bilmərik, bəli, baxmalıyıq. Cos 2x bərabərdir 1-ə. Sonra yazırıq. 2x bərabər 2 pikaya. Biri harda alırdı? 2 pika. Sıfırda biri 2 pikada. Bəli, biri 2 bərabərdir pika. Bəli, x bərabərdir pika. 2x yox, x bölü 2 olsaydı, X 4 pika olacaq. x bölü 2 bərabər yazacaqdıq. Onda da olacaqdı 2-yə vuracaqdıq 4 pika. Bəs pi bölü 2 olmasaydı, 3 pi bölü 2 O da mənfi olacaq. yenə də ad alırdı. 3 bölü 2-yə görə ad Dəyişir. Değişir. Dəyişir. oldu kosinus. Değişir, işarə də dəyişir. X bölü 2'sini yazaq. Mənfi x bölü 2 yazmırıq ki, Yenə də özü çıxacaq. Bu mənfi, əslində bu mənfi deyil, çıxmasıdır. Cüt 270 çıxıq, neçəncədir? Mənfiyə düşük. Hayır. Kosinus işarəsi. Değişir. 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 Bizdə mənfi olur da. Dəyişir. Latide değişir. Bəli. Deməli, sinus hansı ox idi? Bəli. Belə Y, yəni Y. olmalı. Kosinus x bəli. Burada yazırıq kosinus x bölü 2 nəyə bərabərdir? Mənfi 1-ə, mənfi 1-ə deməmişik. Ona görə mən bunu mənfi 1 edək ki, müsbət 1 olsun. Bəli, mənfi 1-ə bölürsəniz olacaq. Müsbət 1 buyurundan sonra 4 pika. bəli, x bölü 2 nəyə bərabərdir? Bir harda alırıq? 2 pikada, sonra da 2 bölü olur. 4 pika. İradə başa düşürükmü? Aşağılar, bəs burada 3 pi bölü 2 ad olmasaydı, dəyişdirib-dəyişdirməmək. Pi bölü 3 sinus da yox, kosinus. Kosinus pi bölü 3 üstə gəl 2x olsaydı nə edirik? Onu da müsbət 1 yazaq. Orada 2 pik Bu var. bərabərdir. Bəli, 1 bölü 3 üstə gəl 2x bərabərdir. Kosinus 2 pika. Pi bölü 2 göndərik. 2-yə böləcəyik. 2-də 1-ə vurur. İradə, bundan bunu çıxmaq olarmı? Çünki bu yana kassı var, bəli. Bunu yoxdur. Sonra hər tərəf 2-yə bölürük. 2-yə bölmək məxrəcinə çarpılır. Pi bölü 6. Cavab da bu olacaq. Bildikdə eyni qayda ilə gedir. Bircə dəqiqə, bəs burada çıx 2x olsa, ay sağ ol. Biz dedik ki, əmsalı müsbət olmasına xüsusi özən göstərir ki, x-in əmsalı. Amma fikir verib, bayaq pi idi, heç mənfisə fikir vermədik, ad dəyişib-dəyişməmək məsələsinə baxdı. Amma bir bölüşdə ad dəyişdirmə şey yox idi axı. Ona görə biz bunun özünü köçürməliyik. Ola bilər cavablarda olmasın deyə. Nəyə fikir verməliyik? X-in əmsalı müsbət olmalıdır. X-in əmsalı müsbət olması üçün əli qabağa mənfi atmalıyım. Necə atım deyə? Kosinusda mənfi söhbət yoxdur. Aha, onda nə yazaq? Müsbət 2x eyni. həmişə. Aşağıda gül kimi saçırdı. Yox, mənim Allah bu saçmayacaqdı. De, Oo. de, fikrini sən 2x sıx pi bölü 3 bərabərdir 2 pikaya. 2 pikada, sonra Ondan sonra da pi bölüsü atırıq bir tərəfə, hər tərəf 2-yə bölürük. aha, sonra da 2-yə bölürük ya da 2-də 1-ə vururuq. Bəs mənfi 1-i harda alır? Mənfi 180-də. Yəni x bərabərdir 180-də başqa harda olacaq?
Pika. 260 gələydi olacaq. 160 İki dəqiqə, pika da 180 gəlirik. 180 gələk də. Ay, 180 160 gələk. gələk. 2 pika. 2 pika. O üstündə 4 pika. 360 gəlməz. Daha 2 pika. Bəli aşağı 2 pikadır. Ay tək mənfi bir burada da hə, pide alır. Bir pide alır. Tamam. Başqa nə vaxt alacaq? 360 mən deyirəm 180 gəlsə nə olar? 180 gəlsə müsbət 1 olar. Bizə isə mənfi 1 soruşur. Ona görə 2 pika nə? Bəli, 2 ilə pi gəlməli. 1 pi gəlsə müsbət 1-dir, 1 pi gəlsə də mənfi 1, yəni 2 pi gələsik. Ona görə nə yazacağıq? 2 pika. 2 ilə aşağı birlərdə 2 pikadır. Sinusda da bu kosinusda da. Çünki biri bir dəfə alır. Bir dövrdə, bir tam dövrdə bircə dəfə alacaq. Ona görə 360 gəlir. Gedişatımız eynidir. X isə x bərabərdir yazdıq, 2x isə 2x bərabərdir. Bayaq eyni qaydalarla gedirik. Məsələn, 2 üstə gəlir kosinus x böl 2 bərabərdir 1-ə. Şurada təfəkkür mənfi 1 olacaq. X bölü 2 bölü pi üstə 2 pika. Birdən 2 çıxacaq olacaqlar. Yəni bir tərəfdə kosinüsü tək saxlayana qədər gedirik. Sonra x bölü 2 bərabərdir. Mən bir harda alırdım? 2 Üstəgəl 2 pika. Hər tərəf 2-yə vuracaq. Olacaq. 2 olacaq. 2 üstəgəl 4 pika. O hissəsinə fikir vermişsiniz. Yəni hesablamamız səhvsiz oldu. Stul yadında qalmış. Qalmadı. Biri harda alırdı? 2 pikadır. Bəs mənfiri? Pi üstə Üstəgəl gəlir. 2 pikadır. Onda kosinüs 0-a da baxaq. Cos x bərabərdir 0. Pi bölü 2 üstəgəl Pi bölü 2 pika. üstə 2 pika. Sıfırı harda aldı aşağılar? 90'da. Birinci 90'da alır. 3 dəfə tam dövrdə 90'da alır. Bəs 90'dan başqa harda alacaq? Üstə 180 gələndə yenə bəli, üstə gəl pika olacaq. Yəni üzərinə 180 gəldikcə alınır da. 90'dan üstə bir 180 gəlsəm bura düşür, yenə 0'dır. Bir 180 gəlsəm yenə 0'dır. Ona görə onun dövrü olacaq pi 180 pika. Bu hissəsini bildirsə, 1x isə 1x yazıram, 2x isə 2x yazıram. Məsələn, indi kim çaşa bilər? Cavit, yox, qızlar. Qızlardan Nərgiz. Nərgizin baxışlarına nə soruşsanız, Nərgiz deyirsiniz mənim. baxışları nə soruşsanız o sizə cavab verəcəm. Yəni sizləriniz çaşdırıcı sual soruşmağın mənası yoxdur demək istəyir. Ya çaşdırma. De. 270 daha dəyişiyor. Aha, ad dəyişir nə olur? Sinüs olur. Aha, sinus x olur, sonra Sinüs x sıfırda pikadan. bir dəqiqə şər baxmadı. Rübə baxmadı. Üst bölü üstə gəlir x seçəncə olur. Dördüncü Kos rübdə 1-də aşağı manus sinus Əli, dördüncü rübdə kosa baxırıq, yoxsa sinə baxırıq? mesaj gəldi. Çarsan. Belli o belli. Acaba imkan vermişsiniz çaşadır, hə? Biri kosa baxırıq da Hə, müəllimə. kosa baxırıq. Hə. Aha, kosaq dedin dördüncü rübdə məxfidir. Müsbətdir. Hadi mana olursan da qoy desin də. Bəli, bayaq məxfidir. Qoy çapsınlar. Olacaq sıfır. Aha, buyur. Ne yazır? Bu da pikadır. Aha. Bu da olacaq pika, bəli. Sinus idi, sıfır, kosinus deyil. Bu da şaşmırsan. Sonra ne yazırlar uşaqlar? Qoyduğum mən də. 5-in solda qoyduram mən. Sıfırda, sıfır, sıfır, sıfır. Hamısı yox, ünval fərqlidir. Niye? Sıfır istəyəcəm. Uzun olsun, niye uzun olsun? 5 cos x bərabərdir 0-a. 5-i bölü yenə cos x bərabərdir 0 5'ten 5 olacaq. O da çıxacaqsan 0. Bəli, cos x olacaq O da 0. 5'in bölü diye 0. X yazırıq, 2x, 2x yazırıq. Bu da nəsə formada yenə eyni sinüsdəki kimi hesablamamız gedir. Bəs 2 Böyle 0-da ona bir deyək. Cos x bərabərdir -2. cos x bərabərdir 0-da. Mənfi 1-lə müsbət 1 arası olur da. Boş çoxlu. Hə də boş çox. Bəli, boş çox. Pi üstə gəl, 2 bölü 2 üstə gəl Yəni pika. keçən dəfə demişdik ki, kosinus da sinusdan -1, müsbət 1 aralığında soruşma haqqı vardı. -2 soruşursa boş çoxluq, müsbət 2 soruşursa boş çoxluq. Afərin sənə. O şeyə imtihana aferin demek istəyir. Nə? Sual tapılan aferin. Yox, fikir verdiyinə diqqətli olmalıdır. Yoxsa zaten o suallar yazmaq məcburiyyəti var. O yazdığına görə aferin düşmür. Uzaqlı tərəf istəyir.
Deməli, bəs ümumi hala nə yazacağıq? Cavit. Mənfi X 2-də 1 harda alır? Bəli, akkos yazılır. 2-də 1 harda alır? 60'da da. Kos ancaq 60-da alır. Kos 60-da 2-də 1 alır. Bəs desəm kos mənfi 60. Onda da alır. Yox, elə 60 özü verir də, kos 60 özü verir. Bəli. Mənfi kosinus təqdidə qabağa çıxmır. Cüt funksiya mənfi 60-dan müsbət 60-da eyni cavab alır. Onda 2-də 1-ə müsbət 60, mənfi 60 yaza bilərik də. Zaten o ikisinin yerine nə durursa onu soruşur. Deyirəm, təkcə 60-lar mı aşağılar? Burada alırsa bir də 360 getməlisən. Burada da alırsa istəmişsiniz 360 gəlməlisiniz. Olacaq 2 pika. Bu da mənfi 1 olacaq. Çünki düzdür, art kostu da evi orada. Art kostu. 1 olmur. bölü 3 nədir bə? Art kostudur. Akkos 2-də 1-dir də, bəli. Niyə çıx 120k? 120 deyəndə 2 pinin yerinə 120 dərəcə yazıq deyə. O da 60-dan Yox, biz deyirik ki, biz deyirik ki, kosinus 2-də 1-i harda alır? Müsbət 2-də 1-i. Biz də bilirik ki, kosinus x oxudur, hə? X oxunun 2-də 1-i deyək ki, buradır, düzmü? 1, bu neçə dərəcə idi? 60. 60 dərəcədə 2-də 1 alır. Bir də eyni şeyi burada alır, düzmü? O da olur, mənfi 60 aşağı düşür. Başqa 2-də 1 buralarda harada sala biləcəkmi? Burada ala bilər mənfi 2-də 1-i. Mənfi 2-də 1-i. 2 yerdə alacaq. Sən ancaq bura lazımdır. Deyirəm, burada alırsa, bir də bunun üzərinə 360 gəlsə, yoxsa yenə hər bir şey olacaq da. Mənfi 60-da alırsa, bunun üzərinə 360 gəlsə, yenə hər bir şey olacaq. Ona görə bu ikisini bilirsən, ikisinin üzərinə 360 gəlsə, yenə alacaqdır. Üzərinə 2 pika gəlir. Ömər, ark kos 2-də 1 ilə pi bölü 3-dür. Onun cavabını verdik. Normalda düstur deyir ki, nə yazacaqsınız? İndi onun əvvəlini iş yazmır. Elə pi bölü 3-dən Kosinus x başlayır. bərabərdir, ümumi hal deyirik. 1 yox, məsələn, B yazaq buna da, ümumi hal deyirik. Bayaq dediyimiz xüsusi hallar olur. Aksiniz Ümumi hal, bəlidir. X bərabərdir, plus minus. Çünki kosinus həmişə mənfi ilə müsbət dərəcədə eyni şey alır deyə. Ark kos B, B-imiz ancaq müsbətdir. Fikir verirsiniz, ancaq müsbət soruşuraq. Ark kos B üstəcək 2 pika, bu da sənin düsturun. Bəs mənfi müsbət nəzər təyin edirik, hansını seçək? İkisini də yazırıq. Üçündə də E də qalır. Məsələn, 2-də 1 harda alırdı? Mənfi 60 üstəcək 2 pikada da alır, müsbət Elə 60 qalır. üstəcək. Bəli, belə də saxlayır. Yazmasaq səhv göstərir. Hə, yazmasa sən bir dənəsini deyirsən. Biz sizinlə yoxşur, x-in kvadratı bərabərdir 16, siz x bərabər 4 yazıb saxlamışsınız. Bunu dedik, səhv sayılır. Doğru cavab plus minus 4 olmalıdır. Mənfi 4-ün kvadratı. Burada da nə, harda 2-də 1 alır? Mənfi 60-da da, müsbət 60-da da. Ona görə ikisi də yazılmalıdır. Orada yəqin verərlər də, bir olmur. Necə bir olmur? Yazarlar ki, məsələn, filan mənfi olan. Necə anlamadım. Ay ya, bir müsbət olan bir mənfi olar, yazarlar ki, daş 2 mənfi bölü olur. 2. Yox, orada K-ya qiymətlər vermə məsələsi də. Hə, 2 hansı birini götür, hansı biri ödənməsi başa düşdüm. Bu da şeydir də, X bərabərdir. minus, Bəli, üstəgəl 2 bölü 2-ni harda alır? pi bölü 4. 2 bölü 4. Üstəgəl 2 pika. 2 pika. Yəni bildiyimiz, amma fikir verin, ancaq müsbət verin hələ ki. Müsbətini soruşuruq. Kök 3 bölü 2 sorursaydı, Pi bölü 6. 6. bəs x yox, nə bilim, x bölü 2 soruşsa, X bölü 2 vuracaq. sonra 2-yə vuracaq. 2-yə vuranda yenə plus minusla işiniz yoxdur. Çünki müsbət bölü 6 ilə 2-yə vuranda pi bölü 3 eləyir, mənfi bölü 6 ilə 2-yə mənfi pi bölü 3 verir. Ona görə plus minusunu dəyişdirmiş, elə də qalacaq bəli. Axıra qədər bu hissəsini bilirsiniz. Bəs hə, axı o birisində necədirsə bunda da. Sinusla vuranda necə vurursansa eyni qayda. Sadəcə burada plus minus yazırsan. Sonra yazacaqdım. Cos x bərabərdir 1/5 soruşsa. Boş soru. Boş soruşsa Birdən bir böyük qədər ola bilməzsən. Bəli, bizə bu sonra başqa nə soruşacaq? Mənfilərini keçməmiş biraz gözləyək. 2 cos x çıx kök 3 bərabərdir 0. Burada Kök ötür bu qədər. Köküç bölgüye o da müsbət mənfi arkos köküç bölü 2 üstə gəlsin 2 bilirsiniz, pika. arkosunun zəhmət olması qiymətində Pi bölü 6 da. 2 bölü 6 üstə gələn 2 pika. Fikir verdiniz, kosinusda ancaq 0-da oldu pika. Qalanlar hamısı 2 pikadır. Ümumi düsturda da 2 pikadır, birər, mənfi birərdə də 2 pikadır. Diqqətli olun, ən çox onu Şeydə soruşacaqlar. də elə idi. Keçən Yox, mənfisinə, sinusda adisində pikaydı. bəli, ümumi düsturda Bir də bir də 2 Orada bir pikaydı. dənə Bir şeydir. dənə bir də. Birlərdə 2 pikaydı, qalanlarda hamısında pikaydı. Yaddaşım Keçən var, yaddaşım mənfisini, Lalə. Mənfisini necə yazacağıq? Cos x bərabərdir mənfi 2-də 1-ə. Buyurun, deyin görək, kosinus mənfi 2-də 1 harda alırdı? Şeydə 60'da.
Geçiyor. Yox. Yox, alır. Alır. Mənfi 60. 100, 60 mənfi 60 da Güzel. düzdür, mənfi Bayaq 60 bunu alır. mənfi 60 müsbət Almır. 60 xəstə Almır. deyil. Güzel de. Alır, ay almır hə. Sənan, bayaq dedim ki, mənfi 60-la müsbət 60 eyni cavab olur və o Anne, 180 Sinus. çıxmadı. 90 90 üstə gəlsin, 90 üstə 120-də. Bəli, Hə, 120-də sağ ol, olacaq. 120-də. Və yaxud da koordinat oxu ilə, baxaq, x alsaq edəmə, X kosinus idi. kosinus. Kosinus'un mənfi 2-də 1-i, deyək ki, mənfi 2-də 1 buradadır. Bir bu dərək burada alacaq. Buradan bura neçə dərəcədir deyir. Sən deyirsən ki, bura 2-də 1-dirsə, bura 30 dərəcə olacaq. Hə, arada- 90, 30, 63 bucağı olacaq. Orada 90, 60. Bəli, bu 180-dən 30 çıxırsan, 30-dan 150 eləyir. Və 2-də 1, Kosinus deyil, orada 60 olmalıdır. Orada 60 bura olmalıdır. 60, bura olacaq. Orada 120 verir. 30-un qabağı 1x idi. Bura 2x idi. Əslində bura 1 idi. Bizim üçün vahid çevrə götürmüşük. Bura 1-dir. 30-un qabağı 2-də 1-dir. Sadəcə mənfi istiqamətlə mənfi götürür. 60-ın qabağı da köküz bölgüsüdür. Bu da köküz bölgüsü bu hissəsidir də. Ona görə mənfi 2-də 1-i harda alacaq? 120 dərəcədə. 120 nə yazacaq? 120 hardan aldıq? 180-ə nə çıxdıq? 60. 60 hardan aldıq? 2-də 2-də 1-i 1-i harda alırdıq? Kostu. Bəli, 2-də 1-i harda alırsa oradan çıxacaqsınız. Yazın. Pi-dən çıxacağıq. Pi böl 2-də 1-i harda alır dedik? Pi Pi böl 3-də, 3-də. 3-də, bəli. Pi böl 3. Üstə gələn 2 İki pika. pika. Niyə 2 pika? Çünki harda alırsa bir üstü 360 gəlməli. Qabağı niyə boş buraxdım? Bəli. 100-dəki müsbət 120-də mi alır? Mənfi 120-də də alır. Düzmü? Çünki kosinus dedik ki, Ömər fikri yayınır. Kosinus 120 dərəcədə, kosinus'a mənfi 120 dərəcə eyni cavab almırmı? Əli. Ona görə 120 tapırıqsa, mənfisini götürürük. Yazırıq qabağı plus minus. Yəni, burada nə tapmışıqsa, onun müsbətini də, mənfisini də alır. Başa düşdükmü? Deməli, mənfidə düstur nə olacaq Ömər? Cos x bərabərdir B yazsaq. Və mənfidir desək, x bərabərdir plus minus pi-dən çıxacaq. Arkos B. Arkos modul B yazırıq. Çünki orada mənfisinə baxmırsınız. Çünki mənfisinə görə pi-dən çıxdıq zaten. Biz 2-də 1-ə baxdıq ki, 2-də 1-ə harda alır? Ona görə modul yazılır. Üstə gələnsin 2 pi kat. Üstümüz bu olur. İradə başa düşdükmü? Bu modul sizi çaşdırmasın. Yəni mənfisinə görə pi-dən çıxırıq. Mənfisi getdik. Mənfisinə görə pi-dən çıxdıq. 2-də 1-i harda aldı? Müsbət 2-də 1-i harda aldı? Pi böl 3-də. Sadəcə pi-dən çıxırıq. İndi bir neçəsini yazın, baxın. Uşaqlar, pi-dən böl 3-ü çıxıb yazacağıq. Fikirləyə bilərəm. Onda sinusun bu mənfi düsturu var idi. Biz yazırdıq mənfi 1 üstü k plus 1. Orada onda arc sin modulda, orada da yazmalıdır. Hə, orada da modulda. Zaten üstə 1 gəldik də. Orada yazmasam ona görə 2 gələsən. Çünki x bərabərdir mənfi 1 üstü. Mən ona görə sizdən soruşmaq istəyirdim onu. Arc məsələn mənfi 2-də 1 yazırdıq. Onda Onun mənfi qabağa gedirdi deyə. Bu mənfi bura gələndə, bu mənfi 1 olaraq mənfi 1 olaraq. Bu mənfi 1 olaraq yazsaq, bu üstü 1 gəlinir. Ona görə ki, biz bu mənfisini qabağa verib plus və bura plus artıraq. Bizim müsbətinə baxaq. Mən bir də məsələdə belə dedim, k plus 2 yazdım da yuxarısına. Sonra ki, belə bir şey yox idi. Turana dedim, Turan dedi ki, orada mənfi 1 olsa onun mənfi 1-idir. Ona görə bir səfə demişdim, yazmamışdım. Ya orada mənfi modulda yazmamışdıq, ona görə çəşdim ki, Ekin özüydü. Yox, modulda. Əli, pi-dən pi bölü çıxa bilirik də. Pi-ni 3-də 3 yazırsınız. 3-də 3-də 1 çıxırsınız. Olur 3-də 2 plus minus 3-də 2 pi. Üstə gəl 2 pi k. Yazaq, cos x bərabərdir. Ən çox nə soruşulacaq? Mənfi kök 2 bölü 2 soruşsaq. 45-də. Plus minus aksin. Birader, buyur. Sən qulaq asmağından. Mənfi kök 2 bölü 2-sini yazmamışam. Bir yazın. X bərabərdir. Qabağda plus minus həmişə yazılacaq dedik. Sonra mənfidir deyə Mənfidir deyə orada pi pi-dən çıxırıq. Yazırıq pi çıxılsın. pi Kök 2 bölü 2-ni harda alırdı? Pi bölü 4-də. Bəli, pi-dən pi bölü 4 çıxdı. Üzərinə gələcək 2 pi-ka. Bunu birbaşa yazmaq istəyirsinizsə, pi-dən çıxanda birbaşa yazmaq olur da əlif kimi yayılır. 4-də 4 çıxanda 4-də 3 pi. Üstəgəl 2 pi-ka. Birbaşa yazmaq olar. Kök 2 bölü 2-ni harda alırdı? Pi bölü 4-də. Pi bölü 4 yazırsınız, 4-dən bir vahid 2 ədəddə sürət olacaq. Yəni birbaşa yazmaq olar. Lalə başa düşdüyümü qızım? Mənfi 2-də 1-i dedik, mənfi kök 2 bölü 2-ni dedik. Amma yenə də eyni qayda ilə gedəcəksiniz.
Bir neçəsini yazaq. Bəs mənfi 5-də 1 soruşsa, Emo. Orada arkosla yazacaq. Bəli. Birinci plus minus amma mütləq yazaq. Yazıraq plus Minus minus. pizza, Arkos 5-də 1. 5-də 1 yoxsa mənfi 5-də 1? 5'də 1. 5-də 1. Modul. Bəli, modul. Düzgün Yəni pizza. zaten bu mənfisinə görə pi-dən çıxdıq da. Bu mənfi öz funksiyasını itirdi artıq. Ancaq müsbət 5-də 1 baxırsınız. Mənfi yazsanız səhv sayılacaq. Üstəgəl Üstəgəl var. Üstəgəl 2 pi kap. Əli başa düşdüyümü burada arkosla yazanda mənfi fikir verirsən. Deməli, cos x bərabərdir 4-də 3 desə nə edirsiniz? Yine Cos arkos 3x bərabərdir mənfi 5-də 1 olsa nə edirik? Yazırıq. Cos x bərabərdir pi bölü 3. Sual istəyəcəm sizdən. Sonra Siz nə yazıyorsa özünüz yazırıq. Mən nə yazım? Hələ bu asandır çünki biraz çəkinirdir. Yazırıq. Bunu əlime yazılaq da. Ay, siz deyəcəksiniz, mən yazacağım. Sənan, Yazmır. Sənan. Cos x bərabər 4-də 3. Tutdan izləyirəm. Mənfi müsbət. Aha, nə bərabərdir? X bərabər. Aha, aşağı deməyin. Kimə salırım cavab verəcək? Plus minus. Aha. Sonra mötərizdən sırıq. Aha. Pi bölü 2 çıx. Aksin. Deməyin. Aksin neydi o? Cos 4'də 3. Pidə niyə çıxar ki? Sen başını tutma, ama başından vur. Pi'den şeyden çıxır. Üstü də olmaz içində. Nə vaxt pidən çıxırdı? Mənfi olan. Mənfi var burada. Mən çıxırsan. Ha. Nə yazacaqsan? Arkos. Hə, xatırladım indi. Arkos nə? Arkos 4'də 3. 3 üstə gəl. Siz usta yine sana 2 hatırlayacağım. pika. Bəs 3'də 4 sorsaydı. O boş tutaq. Boş soru. Ha, bəli, Birdən birdən böyle böyle oldu. oluyor. Boş Niye soru. pinin üstüne gelmedi ki arkası? Pirinçdən Mənfi gəlmədi. olan belə olurdu. Müsbət onda Bəli, biz dedik ki, müsbət olanda elə özü, dedik şey 2'də 1 harda alır koysunuz? 60'da bir de mənfi olur. Ana sağ ol. Pidən çıxmadıq ki. Bəs mənfi 2'də 1 harda alır? 180'dən çıxdıq. Düzmü? 180'dən çıxdıq 60'ı ki, ikinci rübə keçsin, üçüncü rübə keçsin, mənfi alsın. Mənfi orada piden çıxırıq da. Bəli, mənfi olanda pidən çıxır. Müsbət olanda özün yazırıq. Sən yox, Cabit. Cabit buyur. Nə bərabər? Əzər edəsən izləyərsən. Aha, 3x bərabərdir. Plus minus. Aha. Birbaşa çıx. Aha. Üstə gəl. 2 pika. Pidən arkos 5'də 1 çıxa biləcəksinizmi? Xeyr, çünki arkos 5'də 1 bilirəm ki, çıxanda. Ümuməni biz 3 deyə arkos İkisi de sonra 3'e verəcəyik. Sonra hər tərəfi 3'də 1. 3'ə bölünür. 3'də 1 bölünür. Uşaqlar bunu Ümumi yox, ayrı-ayrı. Ümumi bölsən deyişi olur dostum. Ayrı-ayrı da olur. Eyni amma şey olana qabağına plus minus. Ayrı-ayrı olana qabağına plus minus heç diqqətli olmaz. Amma bilirəm da bilirsən ki, nə alırsa onu plus minus olur. Sonra bir tərəfdən yox qızlar deyil. Rəvan. Deməli kök 3 keçiriyor tərəfdən, sonra cos x bərabərdir kök 3 bölü 2 olur. Kök 3 bölü 2'dən müsbət mənfi arkos kök 3 bölü 2. Onun cavabı nədir? Bəs arkos kök 3 bölü 2 Kök 3 cavabı. bölü 2'nin də cavabı pi bölü 6. Pi bölü. Pi bölü 2. Pi bölü 1.6. Pi bölü 6. Bir bölü 6 Pi bölü 6 üstə gəlir 2 pi. Baxın, indi sən açacaqsan. Baxın da salam həll eləyəcəm məsələ. Asan idi bu. Problem həll eləyəcəm. Sol tərəfə çevirir, gəl Çevirir. Kök 3 bölü 2 oldu, sən üçün 2 də bölür. Bundan sonra nə yazırıq? X bərabərdir, mənfi müsbət. Aha. Davamı yoxdur. Piç. Yox, şeydə indi 30'da indi o. Pidə niyə çıxmayaq ki? Çıxırdı Bayaq mənfi. çıxdı o. Pi bölü 6 Bir bölü 6. plus Qırda uşaq. 2 pi kap. Aha. Bir bölü 3 üstə neçə alırdı ki, bölü 6 dedim. 30 olur değil mi? Yox, neçə alır deyirəm pi bölü 3-də. 2 bölü 3'də, onda 2 bölü 6. Demədə ay. Bəs bunu kim? Əli. Sən deyəcəkdim, bilmirəm deyəcəkdim. Ay da X bərabərdir, X bərabərdir. Müsbət mənfi. Nə deyir? Pi bölsədir. Kaç? Pi nədir? Xalası qızı deyir ki, pi 180 dərəcə deyil. Bildiyimə 60. Əli də məntiq olaraq fikirləşir ki, cavabın dərəcə ilə Bir dəqiqə, 2 bölü 300 də gəl, 2 bölü KD yox. Yox.
Elə deyil ki. Hə də elədir də. Elə Bir bölü üçlükdə deyil ki. Bir də pini mən dərəcə olaraq götürürəm. Ay müəllimə. Bir Müəllimə. bölü üçdə gəl ki, bir də deyil ki. Akostik nə dərəcə verə bilərsən hə? Məncə dərəcə götürmürsən. Ədədə sonra dərəcəni. Məncə piyoda dərəcə deyil. Mən piyoda şey 3 tamamda neçə var ya, odur. Onda boş çox. Hətta boş çoxluq. Məncə boş çoxluq. Ayşə, Bilmirəm, o səhv verə bilər. Cos x bərabərdir 60 Ay mən dərəcə. tutdum, mən Belə sual tutdum. verdim. Ay Ola müəllimə. bilməz Ay də. Dərəcə müəllimə. harda olmalıydı? Ay müəllimə. Boş çoxluq. Bana qışqırsa. Burada cavab çox. Tutdum nə deyəsən? Boş çoxluqdur da mən orada. Müəllimə belə suallar ya müəllimə. 3,14. Sizə mən sual verməyim ki. Boş çoxluqda. Mən də boş Sən çox. sən boş ver. Aynen burada pi qiyməti 3,14 götürürsün. Çox dəqiqsən afərin. O həqiqi boş soxluq olmuş, indi satdım. Bəli, pinin qiyməti Bir tam nə qədər Mənə elə çıxsan deyir. təqribən 3,14-dür. Öyrəndə üçün bir tam nə qədər Yox, seçilir, Allah. birdən bir qiymət soruşan bilməz boş çoxluq olacaq. Sən deyir ki, görəsən piyə burada dərəcə mi qoyursan, yoxsa radian mı qoyursan? Xala qız saçdı deyə mən biləcəyəm. Ki dedi pi 180 verir də ya. Gör kimi durub orada. Sən nə saçacaqdın? Mən də saçacaqdım. Amma biz görən kimi kağıdıma 3,14 gəlir danışıram. Hə, əslində elə olmaz. Dərəcə gəlib tutdum sonra 3,14. Başqa sizə. Ben dünən Elbəttin müəllimin dərsində Gələk götürüb müəllimə deyir, olsun ev yoxdur. Atadan Elbəttin abi diyor. Dərs danışır. Dərs danışır. Ay, Deyir şeydir. 6-cı əsr 7-ci yoxdur. 7. Risk yoxdur dərsdə. mən elə dedim o zahid temasını deyirsən. Ay yox oldu bu. Allah haqqı mənim dərs danışır. Və danışır birdən belə sönür belə. Zəhətdə qutardı. Yatdı. 5 dəqiqə dayanır sonra elə belə nə oldu? Məncə bir. Biraz. Mən qabağında 2 pozitiv Ay eyni şeydir 12 2 cos x çıx 1 bölü 5 bərabər. Böyle səhv dedi. Böyle səhv dedi. Koşuyorsa mənə qabağa Mən bir səhv dedi. Müəllimə səhv dedi. Bundan da səhv dedi. Mən qabaqdan yenə dəyişmir, yenə şey olur. Onu yapmıram. Ne olur ki? Prosta dəyişir. Dəyişir. Böyle 12 olacaq da. Nə fərqi var? İkisinin müsbət şey müsbət Hələ bir olsun. fərqi yox. Nə Var fərqi ya, ikisinin müsbət müsbət desək daha yaxşıdır. Mütləq elə olmalı diye bir şey yoxdur. Daha yaxşıdır prosto. Daha səhv ediyorlar. X çıx 5. 7 ilə 5. 12. Verəcək 1-ə. 12'ye bölü X 0 çıx yazırsam. 5 bərabərdir 12'yə. 12 5 bərabərdir 1. Bir de gözün götürüp batırır. 5 bərabərdir 1'ə. 2 pika verir. X Nərgiz. 1 bölü 5 2 Ha, 2 pikadır. pik olsun. Aynen. Gedib evdə bunu x çıx 1 bölü 5 bərabərdir 1 yazsan sən öldürəcəm. Telefon çəkdi. İradəni də baş tacı qoyacam. Ya mən başım. Yaddaş atma olsa değil mi? Ben Bir yok, ne yaddaşları yazmalı bomboş durup Yo oynuyorum. var. 256. Ben 256 doldurup taram bu. Boş boşuna 256. Ay ərli mana olursan. Məndə şans var. Və Arkos Deyirəm ki, qulaq as İradə. Aşağı səs olur, eşitmir qız. Deyirəm ki, əgər Nərgiz evə gedib, x çıx 1 bölü 5-ə bərabər 1 yazsa, onu öldürəcəm, sən ona baş daşı qoyacaq. Bax da baş daşı demirəm, baş tacı dedim. Ki, biraz da yaxşı olsun da. Dedim, gözüm, gedib bəs sən evdə nə yazacaq? Deyir ki, yox, evə yazmayacaq. Deyirəm, bəs nə yazacaqsan? Deyir ki, x çıx 1 bölü 5 bərabərdir 1 yazacaq. deyil. Bir yazacaq. Bir yerə yazacaq. Kosinus 1-i harda alırdı? Kosinus biri. Hə, onu yazmalı. Kosinus 1-i harda alırdı? Sıfırda yəni 2 pik. Pi nədir? Pi deyil. Yo, 2 pik Yəni sıfırda alır o da 2 pik alır. Bəli, onu şöyle şey Tapmaq olur. Bəli. Bu tələbə Və temal oldu. Belə də qalır. Bu tip yeməklər qat-qat asandır. Ayradə. Başlanğıcında Biz olsun. kosusu başda ölürük biz qayda əzbərəsini. Yemək başlanğıclar da yasandır. Məncə bunun sırası. Yəni, İradə dedi ki, kosinus 1-i burada alır hə? Bura haradır ki 0. Əgər bilirsən də 0-da alır. 0-a aldığını bilməsən mən bir şey eləmirəm. 0-da 1 alır deyə başqa yerdə 1 almayacaq ki. Başqa yerdə gördün 1? Yox. Bir dənə burada alır, bura haradır 0. Bir də gedib 360 dərəcə fırlanıb gəlsən yerə düşəcək. Onu gəl 0 üstəcə 2 pika deyirik. 0-ın da üzərinə nə gəlsən sözü veririk 2 pikada qalır. Onu başa düşərək əzbərləsən yanından çıxmayacaq.
Amma bir körçələndə belə şeir kimi Əslində bu yaddan çıxsa özümüz otura özümüz bilərik. qurmalıyıq. Əlbəttə ki, özümüz qurmalıyıq. Zaten özümüz qurmalıyıq. Mən imtahanda əmin olmaram özümə. Təzədən quraram, taparam. Mən də o qədər xatda olmaram da yəni. Mən heç nədə əmin olmaram. Heç nədə. Yox, İradə Əmin olmaram. başa düşmək istəmir, əzbərləmək istəyir ki, ən rahatı əzbərləmək, amma əzbərləmək o qədər də rahat deyil. Allah. Sizlik var da. Al Mən qayıqdan. onu kimə ki, mən vuram. Balan elə bil ki, ev yanır, telefonda vacib mesaj var, yazı deyib dəmdən cavab verir. Dəhşətdir uşaq. Ay, elə də yox. Ay, Bəs evə tutarsa vermişdi. camaatı yaddaş tutar deyib. Hə, orada bir dənə post var idi. Burada mənim post var idi evə, səhvə yazmışdım. Yazmışdım da siləcəm. olsun. Qalsın atır. Ya maksimum Atın bu kadar. 6-7 GB çox Digər video. Yeni evə Hərəsi 10 GB tutsa. 10 da video, telefon tutar. 10 dəqiqə. Aytaç yeniyir qızım. Nasıl? Qabağa. Kositix. Başlayın. Ama qabağa mən fatmalı. Mən Çünki düsturda sinlə başlamalıdır, kosmosla başlamalıydı. Qabağa mənfi atmışsan, ya da hər mənfi 1-ə vur, necə istəyirsən. Mənfi kostu olur. Evet. Kosarka, kospeta çıx, sinalfa, sin beta. Bizə nə verəcək? Kosinüsun, Amma mənfi kostu. Niyə? 3x sual. bunu dəyişdim də. Bunu Birinci kos müsbət olsun deyə getirdik. Kos 3x bərabərdir mənfi 2 bölü 2. Sonra yazırıq 3x mən bərabərdir. 2 bölkü Mənfi mənfi. 2 bölü 2-ni bircə dəqiqə aşağı səssiz. Bircə dəqiqə aytası bilməlidir. Plus mini. Aha, bilirsin. Mənfi olanda. Pi-dən çıxırdı. Pi çıxılsın. Pi böldü. Slow motion qaldı. Dəyərlər. Ayda daşı da artıq şey. 1.25. 3'e bölürük. O da eləyir. 3'e bölsə 3'lər gedəcək. Bir de pi böldü. Amma səs çox oldu aşağı. Səs çox oldu. Mən sorğulamıram. Olan Səs çox oldu. neysə sorğulamıram. Cos kvadrat x üstə gəlir kök 2 cos x bərabərdir 0. Kim desin buna? Cavit desin məncə də Cavit. Cavit de. Mən atam tənlik deyə. Cavit. Koşulsun mesela tabii. Aha, kosu çıxartdıq motoruzu xaricinə. Nə qaldı? Koşulsun. Aha. 50 Bakı danışma. Ama bu son mu? Bərabərdir bir dəfə. yazsam. Yazsan yox, boş yazsan. Ama bu son. X bərabərdir. 0 harda alırdı? Pi bölü 2 üstə gəl. Sualda pi-kada. Sıfır üç dəfə alır dedik. İlk də sənə biraz. Birinci pika dedim. Sonra 2 pika dedim. Yəni, bərabərdir 0. Cos x bərabərdir. Mənfi kök 2. O da olmuş da. Boş olur. Çünki mən kökü mənfi 1-də daha kiçikdir. Boş olur. Onu da biliriz. Hər şey bildiğim Hər şey. Matematika öyrəşir. Her şeyi bilemiyoruz. Bu arada türəmək də mənim asan deyə. Düşünürsən özünü bilenden sonra asandır. Özünü bilməyəndə yox ama. Gerçekten özü ilə hər şeydən Az əlaqəli şeylər var yuxarıda. Bir dənə qiymətlər düşür. Həqiqi mənim indiyə kimi ən əziyyət çəkdiyim mövzu trigonometriyadır. Aha, mən tamam. Funksiyon da ola bilər. Bəli. Trigonometriya daha çətindir. Keçən ilki funksiyadan daha çətindir. İndi bu ilki funksiyanı bilmirəm. Sonra Mən deyirəm Sınav nereye bilərik? Ay B əli. deyə bilərik. Əmsalların cəmi neçə eləyir? 0 edir əmsalların cəmi. Əmsalların cəmi 0 olanda təlin kökərindən biri Bir bir məfi olurdu. biri olurdu. Biri də B böl, S S böl 1 aydı. Mənfi 1 böl 2. 2 də, mən 2 də Mənfi 1. 2 də 1. Şeylər, əmsallar cəmi 0 olanda belə olur. Bəli, əmsallar cəmi 0 birində olanda iki biri pikadır. 1 olurdu, biri də S1 A olurdu. Amma A ilə S-ni toplayanda B-yə bərabər idisə, təlin kökərindən bunların Biri əksi mənfi olurdu. biri Biri mənfi idi. 1 olurdu, biri də mənfi. Yəni burada nə alırsa onun əksi olurdu. T'ləri tapdıq, yerinə qoyuruq. Cos x bərabərdir 1. 2 də 2 X pika. bərabərdir. Biri harda alırdı? İki Cos x pikada. 2 pikada bəli.
Bəs mənfi 2-də 1 fikir verin, burada cavabların ikisi üzədir. Müsbət Aha. mənfi. X bərabərdir, plus minus. Pi Mənfi pi Pi bölü 3. Əsl rahat yolunu dedim də Əli. 2-də 1 harda alırdı? 1 bölü neçədə? 2 bölü 3-də. 2 yazacaq. Pi-dən çıxmaq həmin şey olur. Şimdi niye şey dedi yazdım oldu. Pi-dən çıxaraq falan, pi-dən çıxan 2 pi qalacaq. İşte gəl. İradə, mənfi 2-də 1-i, mənfi olduğuna görə pi-dən çıxmalıydı. Pi bölü 3-ü. Mən edirəm pi-dən pi bölü 3 çıxmanın daha rahat yolu. Pi bölü 3-ü yazın. Məxrəcdə nə alırsansa ona bir kiçikdir, bəli, daha rahat olsun deyə bunu yazacaqsınız. Sonra kos kvadratı P vəzifəsində biliriz. Baxaq görək nəyi bilirsiniz. Ben olsun videoda drama queen yenemiştim. Bunu kim deyəcək? Var teşvik arkadaşlar. Ben diyeyim de. Ema desin. Azat yapım. Ben pis mis 2'de 1 yazsana. Sinix Ben diyeyim. Kos, Aşağı. hey, bir kız kos Kvadratı, kvadrat. Niye yazsın? Bir tık kos. Kvadratı 4'də 1 olan ədəd, mənfi 2-də 1, müsbət 2-də 1. Amma ayrı-ayrı cavab alacağıq. Ayrı-ayrı cavab olmayacaq amma. Bir dənə deyək lazımdır. Bir tane kusur Hə, deyir o ikisini elə Onda bir koşsun üstündən diye, deyir değil mi? ki, həm Bir tık kos. bölü 2. Sağ olun Maya. Gürür duydum Maya. Deməli, sin kvadratın dərəcəsini aşağı salma düsturu. Bir çıx. Koysunuz. Ömər yazıq bugün. Bugünə yox, dünən imtahan cavabları çıxandan mənə 20 dəfə yazdım. Aynen. bir yazı ki, mənim cavablar çıxdı. Ben siz Allah bakın da bura. Baxdı reaksiya yoxdur ki. Göründü. Müəllimə, 70 neçə bal almışam. Ona da göründü. Her şey göründü. Bakın. Bakın. Ve gördüm. Hissediyorsunuz. Sağ olun müəllimə. Vayğamız bagaya belə xəbər yox deyil. Müəllim hələ də yadımdadır. Mən sizi keçən ilin yeni ili təbrik etmişəm, hələ baxmamışsınız. Ama ben bütün mesajlarıma cevap yazırsınız benimle. Yok ben de her bir gözden Ağla qaqa, mən yeni ildə belə atmışdım müəllimə təbrik. Sən bilmirəm. Deyirəm görə nəyi göstərir? 10 dekabrdan bura yazılan Aa, mesajlar. bax qaqa, yəni ki, məndə var, səndə yoxdur. Ben bir defa sınav. Mənə müəllimə bir dəfə, Sözler yazmışdım. müəllimə mənə bir dəfə görüldü atmışdı. Bunlar elə belə görüldülər. İndi bunlar bizi nə deyir? Gecikəcəmə görüldü atır. İndi onlar normaldır. Bir dəfə belə şey görüldü atmışdı da şey imtahandan Sen sonra. ne yazmıştın? İmtahanda şey yazmamışam. Tərif eşitməyin, zira dolma. Atım. Hayat yoğurtlu gidip Her gün söylemeye de yapmışam. olmuyor. Atmayın da yani olur da. Bence de yani. Bir de öğrenmeyip gelecektim belki. Düstur deyəndə özdə vərəqə nəzərdə tutmuşdun. Buna Bir bax. dənə yazmışdı. Bunu atmışam 73-cü sual. Ne İzah yazmışsın? nə Suları öyrəneyim. Bu sual da inşallah. Ay, Mən də mən cavab bilirsiniz verirəm. nədir? O 40 dənə şey yazdım. Seylədim o düsturdu. Ay sağ ol. Mən də Mən Bu yazdım. sual o mənə hələ də Ben yandır. vallahi Aynen ilk ben imtahanda. Hələ də yandırıram mən bu sual. Ay, təz. Mən olmayım, siz olun. Yazdım ki, müəllimə düsturları öyrənməliyik. Biraz Nə yazın? Mən yazın ki, Yazın ortaya olun. baxıb gələrsən. o sualı hələ də yandıraq mən. Hassas Müəllimə Bax, elə imtahanda problem cavab var. 12 alınan sualdı. İmtahan. 12 alınan sualdı. Bu sualın üstündə bəlkə bir 10 dəqiqə izlərləşdim. Axırda 12-ni aldım. 12-ni aldım. Götürüb 12-ni yazdım, 2-ni qəbul eləməyim. Fəqət 1 olaraq qəbul edib cavabımı. Haydi ben de Səhv ikisi de yolu be. Məndə sonra bir dənə Azərbaycan dili sualı elə olmuşdu. 3 Azərbaycan puanla sualında göre kasıbları. şey eləmişdim. Elə problem Üstümə də səhv eləmişdim. Sonra onu pozub bir şey elədim. Sonra bunu tamamlamadım. Deməli, Ben muhalif Cavid, Cavid, dərəcəni aşağı salacağım. salacaq. Dərəcəni aşağı salırıq. Niyə? Niyə mənfi 2-də 1 müsbət 2-də 1 verməli? Çünki var, arada var. deyir, Bir bir dənə dərəcə düstur var. ver. Elə eləkən mənfi 2-də 1-i alan bütün hamısı olsun. Nə müsbət 2-də 1-i? Biz deyirik ki, o hissəsi bizə çəkinlər, ondan sonra dərəcəni aşağı Mən salırıq. falanmır da yəni. Hər tərəfi nəyə vuracaqsınız? İkiyə. 2-yə. Bunlar gedəcək. İkidə bir, Olacaq ikidə bir. 2-də 1. Sonra cos 2x bərabərdir 2-də 1-ə, düzmü? Ona da çıxırıq. 2-də 1-ə. 2x bərabərdir. 2-də 1-i harda alırdı? 60 mən. Plus minus çıxdıqda 1-dən 2-də 1 çıxmış da 1. Şey, Pi bölü altı. Pi bölü 6. Pi bölü 3. 3 də bəli. Üstə gəl 2 pi. 2 pi. Ha, sonra da hər tərəfi 2-yə
bölünür. Olur, bəli. Plus minus pi bölü Pi bölü dörd. Üstə gəl pika. Bir sıx kos kvadrat üstünə tapmaq olmaz. Biz deyirik ki, daha çox. Nə olsun? Şirak. Məsələn, deyirsən, sin kvadratı İkiyə böldük, yerine dördə birə bir vurduq sıx da. cos Elməkli kvadrat teleqram. x bərabər 4/1 yazsaq, yenə kvadrat qalacaq. Biz istəmirik. Ona ev olacaqsa da sin kvadratını oraya Bir də qoyaq. gördün atdı elmə. Atarıq. Cos kvadrat bilirəm, x atar, bölü atar. 2. Da yalanını demə atmaram da. Yox, atar mən bilirəm. Yaxşı, mən də deyərəm ki, cavabı sin sizə yalan. alın görə axır. Buyurun cavabı. Alın siz. Mən 4-ə bölək birinci. Sonra 2. Hə, də 2 də. Sonra da 2-yə bölək. Üstə 40 gəl. Yenə kos kvadratın düsturunu yazaq da. Bəli, dərəcəni aşağı salacağıq. Tamam deyir, Şey, yarısı hanım, 4 mən olmadı telefonum fansında. hardadır? Yo, yarısı 4 alalım nədən Mətin yarısı. sınavı buradadır. Orada da bekləyin. Sən görürsən. 11 ay. Şeker kodu var, sən sual istəyirəm Çensovdan. Aytas fikir Mən qəşəng. dayandırım yoxsa yox? Dayandırım. Stop. Solda.